Deməli, 109-cu məsələnin izahına baxırıq. Burada deyir ki, ekvatordan cənub qütb dairəsinə doğru gündüzün uzunluğunun dəyişməsi aşağıdakı qrafiklərdən hansında doğru ifadə edilmişdir. Birinci, belə tipli bəzən məsələlər düşür ki, bu qrafiklərdən baxırıq ki, şimal qütb dairəsi, deməli, burada qütb gecələri müşahidə olunur. Cənub qütb dairəsində isə qütb gündüzləri müşahidə olunur. Buna görə də qütb gündüzləri müşahidə olunduğuna görə biz bilirik ki, Günəş cənub tropiki üzərində zenitdədir. 23.5 cənub enliyində zenitdədir. Və bizdən burada soruşur ki, gündüzün uzunluğunun dəyişməsini ekvatordan qütblərə doğru. Ekvatorda 12 saat gecə, 12 saat gündüz olduğuna görə 12 saatdan sonra dəyişməni göstərəcək. Burada 0 deməli saat göstərilib, 0-dan başlayır dəyişmə. Burada 24 saatdan başlayır. Yəni ekvator verib, 66.5-i verib, 90-ı verib. Yəni biz 90-a doğru gündüzün uzunluğu artmalıdır və 6 ay gündüz müşahidə olunmalıdır qütbdə. Çünki burada cənub qütb dairəsinə doğru gündüzün uzunluğunu hesablayın. Qütb dairəsində isə bir gün, yəni 24 saat qütb gündüzləri müşahidə olunur. Ona görə də bizdə burada cavabların içində 12-dən başlayan bir dənə C variantıdır. C variantında 12 saat gündüzün uzunluğu 12 saatdır və 66.5-ə doğru isə qütb gündüzlərinin uzunluğu artır. Ona görə cavabımız C variantı olur. Baxırıq 111-ci deməli testdə yer kürəsinin sxemindəki vəziyyətinə əsasən Günəşin hansı enlikdə, zenitdə olduğunu təyin edin. Biz qrafikə baxırıq. Burada qeyd olunur ki, mərkəzdə cənub qütbüdür, 90 dərəcədir. Buna əsasən yazırıq ki, 90 dərəcə qütb gecələri başlayır hansı enlikdən? Qütb gecələri başlayır, deməli, 70 dərəcə. Bu daxildə 66.5-də yox, başlayır 70 dərəcədən başlayır. Qütb gecə gündüzləri 70 dərəcədən başladığına görə 90-dan çıxırıq 70 dərəcəni, qalır 20 dərəcə. 20 dərəcə şimaldır, yoxsa cənubdur? Bizdə burada göstərir ki, qütb gecələri müşahidə olunur cənub yarımkürəsində. Bu zamanda biz bilirik ki, Günəş şimal enliyində, şimalda zenitdədir. Ona görə 20 dərəcə şimal enliyi qeyd edirik. Belə bir test var ki, 113-cü test. Qrafikdə eyni meridian üzərində yerləşən 4 fərqli məntəqənin 22 iyun tarixində olan gecə və gündüzün uzunluqları göstərmişdir. Bu məntəqələrdən bir-birinə ən yaxın və ən uzaq olan məntəqələri seçindir. Biz bilirik ki, Günəş 22 iyunda olur şimal tropiki üzərində. Şimal tropiki üzərində olduğuna görə şimal qütbündə gündüzün uzunluğu deməli maksimuma çatır. 90 dərəcə maksimuma çatır. Və cənubda isə deyirik ki, 23.5 dərəcədə cənub enliyində isə cənuba doğru gecələrin uzunluğu burada gündüzdür. Günəş burada zenitdə olduğuna görə. Cənub qütb dairəsində isə 6 ay gecə olur. Gecə olur. Və baxırıq testimizə. Burada göstərib ki, gecənin və gündüzün uzunluğu. Gecənin uzunluğu maksimumdur, çoxdur. Deməli, qütb dairəsinə yaxın bir ərazidir 4-cü məntəqəmiz. 4-cü məntəqəmiz qütb dairəsinə cənuba yaxındır. Çünki bizim şimalımızda qütb gündüzləri baş verir. Burada isə 2-ci məntəqədə qütb gündüzlərimiz daha çoxdur. Qütb gecələrimiz çox azdır. Buna görə də bu məntəqəmiz lap şimalda qütb dairəsinə yaxındır. Buna görə seçirik
bu hissələri seçirik deməli. Nə? İkinci məntəqə. Sonra baxırıq 12 saat gecə, 12 saat da gündüz. 12 saat gecənin, 12 saat gündüzün olduğu məntəqə isə ekvator xəttidir. Ekvatorda 12 saat gecə, 12 saat gündüz baş verir. Ona görə də müvafiq olaraq seçirik ki, 3-cü məntəqəmiz ekvator üzərində yerləşir. Qalır 1-ci məntəqəmiz. 1-ci məntəqəmizə baxanda görürük ki, biz ekvatordan şimala doğru qütb gündüzləri artır deyirik. Deməli, 12 saatdan az olmalıdır şimala doğru. Ona görə də qütb gündüzləri artır. Deməli, 12 saatdan çox olmalıdır. 12 saat yox, məsəl üçün 16 saat, 13 saat olmalıdır. Amma Cənubi yarımkürəsində isə qütb gündüzləri azalmağa doğru gedir. Azalmağa doğru gedir. Burada artmağa doğru gedir. Burada isə azalmağa doğru gedir. Burada da bizə göstərir ki, qütb gündüzləri azalıb. Yəni 12 saatdan çox qütb gecələri baş verir. Ona görə də bu Cənub yarımkürəsində olduğuna görə Cənub yarımkürəsini seçirik. Amma qütb gecələri çox deyil. Ona görə də çox olduğuna görə də bu qütbə daha yaxındır. Bu isə nisbətən ondan yuxarıda yerləşir. Ona görə bizdən soruşur ki, bir-birinə daha yaxın və bir-birinə daha uzaq olanları seçin. Daha uzaq olanlar 4-cü və 2-ci məntəqələrdir. Daha uzaq olanlar 2-ci və 4-cü məntəqələrimizdir. Daha yaxın olan məntəqələrimiz isə 1-ci və 3-cü məntəqələrimiz olur. Bu uzaq, digəri isə yaxın. 1-ci və 3-cü məntəqələrimiz daha yaxın olur. Ən yaxın olanlar 1-ci və 3-cü, ən uzaq olanlar isə 2-ci və 4-cü olur. Bu isə cavab D variantı olur. Deməli, 116-cı testin izahına baxırıq. Şaquli bastırmış dirəyin il ərzində günorta vaxtı üçün kölgə uzunluğu dəyişilmə qrafiki verilmişdir. Buna görə də dirəyin bastırıldığı məntəqə üçün aşağıdakı fikirlərdən hansı doğrudur? Baxırıq ki, dirəyin kölgəsi 21 martda 0-a bərabər olur. Bir də 23 sentyabrda 0-a bərabər olur. Günəşin 90 dərəcə bucaq altında düşdüyü məntəqələrdə, baş üzərində olduğu məntəqələrdə deyirik ki, kölgənin uzunluğu 0 metr olur. Buna görə də deyirik ki, 21 mart və 23 sentyabrda günəşin zenitdə olduğu məntəqələri seçirik ki, bu da ekvator xətti üzərindədir. Bizdən soruşur ki, qütb gecə gündüzləri baş verir. Qütb gecə gündüzləri ekvatorda baş vermir. 66.5-dən şimalda baş verir. Ekvator xətti üzərində yerləşir. Doğru cavabımız budur. Üzərində günəş ildə yalnız bir dəfə zenitdə olur. Üzərində, ekvator üzərində ildə 2 dəfə zenitdə olur. Tropiklərdə bir dəfə zenitdə olur. Bizdə söhbət ekvatordan gedir. Ona görə C variantı doğru deyil. Mülayim işıqlanma qurşağında yerləşir. Xeyr, tropik işıqlanma qurşağında yerləşir. Gecə və gündüzün adi növbələşməsi kəskin dəyişir. Kəskin dəyişmir. Dəyişdiyi deməli məntəqələr 66.5-dən şimal və cənubda olur. 117-ci deməli testə baxırıq ki, qrafikdə 21 mart tarixində baş verən 5 ayrı məntəqə üçün günəş şüalarının düşmə bucaqları verilmişdir. Buna əsasən aşağıdakı qrafiklərdən hansı doğru deyildir? Bizdən baxırıq ki, 90 dərəcə bucaq altında düşür K məntəqəsinə. Deməli, tropik işıqlanma qurşağında yerləşir. Tropik işıqlanma qurşağında yerləşir. Və el məntəqəsi isə deməli 80 dərəcə bucaq altında düşür. Bizdə 21 mart olduğuna görə biz 90 dərəcədən günəşin düşmə bucağını çıxırıq və aldığımız ədəd deməli
günəşin olduğu enlik deməkdir. Buna əsasən deyirik ki, K məntəqəsində il boyu gecə və gündüzün uzunluğu bir-birinə bərabər olur. K məntəqəsi 21 martda ekvator üzərində olduğuna görə və K məntəqəsində də 90 dərəcə bucaq altında düşdüyünə görə biz deyirik ki, bəli, ekvator üzərində gecə və gündüzün uzunluğu bir-birinə bərabər olur. 12 saat gecə, 12 saat gündüz müşahidə olunur. Yalnız K və L məntəqələri tropik işıqlanma qurşağında yerləşir. Deyirik ki, K və L məntəqələri 90 dərəcə ekvatordur. 90-dan 80 çıxanda 10 dərəcə enlikdir. Bu da tropik işıqlanma qurşağıdır və 90-dan 70 çıxanda qalır 20. Bu da tropik işıqlanma qurşağıdır. Bu M məntəqəsidir. Demək ki, doğru deyil bu. Yalnız K və L məntəqələri tropik işıqlanma qurşağında deyil. Tropik işıqlanma qurşağı deyəndə deyirik ki, 23.5 dərəcə şimal və 23.5 dərəcə cənub enlikləri arasındakı məntəqələrdir. Ona əsasən deyirik ki, K, L, M məntəqələri tropik işıqlanma qurşağında yerləşir. Cavabımız B variantıdır. Digər variantların da izahını verək. Digər məntəqələrlə müqayisədə il ərzində ən uzun gecə P məntəqəsində müşahidə olunur. Bəli, deməli, burada günəşin düşmə bucağı daha kiçikdir. Demək ki, ekvatordan daha uzaqda yerləşir. Ona görə də ekvatordan qütblərə doğru gecə və gündüz arasındakı fərq deməli artır. Ona əsasən də deyirik ki, P məntəqəsində gecə və gündüzün uzunluqları arasında il ərzində ən uzun gecə müşahidə oluna bilər. M məntəqəsi il boyunca günorta vaxtı cisimlərin kölgə istiqaməti eyni olur. Bu necə olur? Bunu yazırıq ki, deyir ki, M məntəqəsində il boyunca M məntəqəsinin günəşin düşmə bucağına baxırıq. Burada günəşin düşmə bucağı 60 dərəcədir. Buna əsasən düsturumuzda qeyd edirik ki, 90 dərəcə çıxılsın enliyimizi bilmirik və günəş harda zenitdədir onu qeyd edirik. Günəşimiz ekvator üzərində zenitdədir və bərabər edirik günəşin düşmə bucağını 60 dərəcəni. Buradan x-i tapanda 90-dan 60-ı çıxırıq, x-i alırıq. Yəni günəşin olduğu enliyin cavabını alırıq. 90-dan çıxdıq 60-ı, aldıq 30-u. Demək ki, 30 dərəcə şimal və yaxud da ki, cənub enliyində yerləşir. Biz bilirik ki, günəş şüaları 23.5 şimal, 23.5 deməli cənub enlikləri arasında yerləşir. Günəş bu arada yerləşir. Buna görə də şimala və cənuba kölgənin düşməsi mümkündür. Amma enliyimiz bizim yerləşir 30 dərəcədə, ya 30 dərəcə şimalda, ya da ki 30 dərəcə cənubda yerləşir. Buna əsasən də deyə bilərik ki, günəş burada düşəndə və yaxud da ki, burada düşəndə kölgənin istiqaməti deməli şimala olur. Cənub yarımkürəsində isə cənuba ola bilir. Buna görə də kölgənin istiqaməti bir istiqamətə olur. Kölgənin istiqaməti eynidir. Bu fikir də doğrudur. Verilmiş məntəqələrin heç birində qütb gecə gündüzləri müşahidə olunmur. P məntəqəmiz günəş ekvatordan daha uzaq olan məntəqədir. Bu da 90-dan 50 dərəcəni çıxanda qalır 40 dərəcə. 40 dərəcə isə qütb gecə gündüzləri müşahidə olunmur. Çünki 66.5 ilə 90 dərəcə enliklər arasında qütb gecə gündüzləri müşahidə olunur.